Salam, hörmətli şagirdlər, dəyərli yoldaşlar. Biz bu gün tələbə qəbulunun 2021-ci il 4-cü qrup 2-ci mərhələ imtahanının, qəbul imtahanının kimya fənninin suallarının izahına baxacağıq. Kimyadan sürət və yay təməl qruplarımız üçün qeydiyyatdan keçə bilərsiniz. Nömrələrimiz burada göstərilmişdir. Videoya baxarkən bəyənməyi və takib eləməyi unutmayaq. Deməli, bizim birinci sualımız belədir. 31-ci sualla başlayırıq. Deməli, buradan görürük ki, biz su ilə metalların reaksiyası verilmişdir. X adi şəraitdə reaksiyaya daxil olmur, qızdırdıqda daxil olur. Deməli, qələmi metallar ola bilməz, çünki onlar adi şəraitdə daxil olur. Deməli, buradan çıxacaq A, B, D variantlarını. Y həm adi şəraitdə, həm də qızdırdıqda daxil olur. Deməli, Y hər ikisi şəraitdə daxil olur, yəni qızdırdıqda da, adi şəraitdə də. Z isə ümumiyyətlə daxil olmur. Deməli, avtomatik bizim doğru cavabımız olacaq C variantı. 32-ci sualda molekulda olan rabitələrin örtülməsinə əmələ gəlməsinə əks etdirən sxem verilmişdir. Hansı maddələr ola bilərdir? Burada görürük ki, bu pi rabitəsidir, yəni P elektronlarının örtülməsi. Bu isə doymamışlarda olur. Deməli, avtomatik olaraq heksan ola bilməz. Xlor metan, yəni alkan da ola bilməz, butan da ola bilməz. Doğru cavab qalır 2, 3, 4, yəni B variantı. 33-cü sualımız belədir ki, karbohidrogen verir, molekulunda qeyri-polyar sigma rabitələrinin sayı, yəni qeyri-polyar dediyi bu karbonla karbon arasındakı rabitədir. Atomların ümumi sayını istəyir. Biz belə bir düstur yaza bilərik. CmH2m alken üçün. Niyə belə yazırıq? Çünki burada n-dən veribdir deyə bizim düsturumuzla qarışmasın. Yəni düsturu CmH2m kimi yazaq. Buradan görürük ki, m çıxılsın 1 sigma rabitə karbonla karbon arasındadır və bunu bizə n veribdir. N-ə bərabər eləyək. Buradan m-i tapsaq bərabərdir n plus 1 eləyəcək. Düsturu da yerinə qoyaq. M-in yerində n plus 1 yazacaq. H-ın da yerində bunu 2-yə vururuq. 2n plus 2 yazacaq. Bizdən ümumi atomların sayını istəyir. Alkendəki ümumi atom sayı eləyəcək 3n plus 3 doğru cavab olacaq 33-cü sualda A variantı. 34-cü suala baxırıq. 34-də belədir. Hansı maddə həm natrium OH, həm də CH3OH ilə, yəni metil spirti ilə reaksiyaya daxil olur? Bu əzbərə dayanan bir qaydadır. CO-nun natrium OH ilə reaksiyası var. HCO natrium alınır, yəni qarşı katurşusunun natrium duzu. Bir də CH3OH-ın CO ilə reaksiyası var. CH3COH alınır, yəni sirkə turşusu. Burada da doğru cavab C variantı olacaq. 35-ci sualda belədir. 16 qram etil asitatın hidrolizindən əmələ gəlmiş etanolun artıq miqdarda natriumlu qarşı təsirindən neçə litr hidrogen alınır? Deməli, birinci etil asitatı yazırıq CH3, COO, C2H5 və bunun hidrolizidir. Üzərinə su gəlib, hidroliz edərik, alınar etil spirti və sirkə turşusu. Yəni CH3COH, bir də alınacaq C2H5OH. Tamam. Etil asitatdan 17,6 qram verib. Bunun emeri isə 88 verilibdir. Hidroliz etdikdə görə birinci nə qədər etanol alınır? Çünki etanolun sonra natriumla reaksiyasını yazmalıyıq. 1 mol, molla hesablasaq daha rahat olar. Burada eləcək x mol. X-in taparıq neçə? 176 olsaydı 2 dəfə böyük olardı. 2 dəfə böyük 0,2 mol eləyəcək. Sonra bu aldığımız etil spirtinin C2H5OH yazacağıq biz natriumla reaksiyasını. Alınır buradan glikolyat C2H5O
natrium plus hidrogen qazı və burada hamısının əmsi alına 2 düşür. Alınan hidrogen qazından başqa. Yerinə qoyarıq. 2 moluna neçə litr hidrogen alınır deyir. Hidrogeni litrlə ifadə edirik. 20,4 litr. Bunun 0,2 mol tapmışdıq etil spiritinin. 0,2 moluna isə x qədər olacaq. X də bərabərdir 2,24 litr eləyəcək. Deməli, doğru cavabımız D variantı olmuş olacaq 35-ci sualda. Gəldik 36-cı suala. 36-cı sualımız belədir. Deməli, xrom 3 hidroksidin H bromla reaksiyası verilir və 3 cür reaksiyaya gedir. Deməli, onların hər birini ayrılıqda birinci yazarıq. Xrom 3 hidroksid üzərinə gəldi H xlor. 1 mol gəldikdə alınır xrom OH2 H xlor yox, H bromdur. H brom yazaq. Xrom OH2 brom plus su. Bunu eynən bu dəfə 2 mol H brom gəlirəm. Bu dəfə isə alınır xrom OH brom 2 plus 2 mol su. Yenə həmin reaksiyanı təkrar yazırıq. Bu dəfə də üzərinə 3 mol H brom gəlirik. Bu səfər isə alınacaq xrom brom 3 plus 3 mol su. Reaksiyalar bu yöndədir. Deyir ki, M3 böyükdür M2-dən, o da böyükdür M1-dən. Yəni, alınan duzların molyar kütlələrini müqayisə edilir. Və bromun ayarı 80 olduğu üçün harada brom çoxsa da o duzun emeri böyükdür. Yəni, M3 deməli bu duza uyğundur. Bu M3-dür. Bu birisi duzumuz isə M2-dir. Bu isə M1-dir. Buradan bildik biz duzların M1, M2, M3-ni ifadə elədik. Duzun 1 molunda olan atomların mol sayını soruşur. Yəni C1, C2, C3 müqayisə edərik. Onda belə olacaq. C1-imiz, yəni M1-də neçə atom var? 4, 5, 6 atom var. C2-də neçə atom olacaq? 2, 4, 5 atom var. C3-də isə 4 atom var. Bu belə atomların sayını yazdıq. Duzlar bunlar idi. Sonra A1, A2, A3-ü müqayisə elə deyirdi. Deməli, burada A1-imiz olacaq neçə? 1 mol. A2-miz olacaq 2 mol. A3-ümüz olacaq 3 mol. Deməli, 36-cı sualda onda A1 1 mol, A2 2 mol, A3 isə 3 mol elədi. Uyğunluğa baxırıq. A3 böyükdür A2-dən, o da böyükdür A1-dən. C1 böyükdür C2-dən, o da böyükdür C3-dən. Doğru cavab olur 36-cı sualda. Deməli, B variantı olmuş oldu. 37-ci suala baxırıq. Deməli, reaksiya verilibdir. Alüminiumun X-lə reaksiyası, Y-lə Z-lə reaksiyası. X-in indeksində heç nə olmadığı üçün, yəni bir atomludur, deməli, oksigen ola bilməz, xlor ola bilməz. Yalnız kükürtlər qalmış oldu. B və Y variantı. Y-in indeksində 2 var. 2 atomludur. Oksigen də ola bilər, xlor da ola bilər. Sadəcə olaraq alınan alüminium Y3 olduğu üçün, deməli, alüminium xlor 3 olacaq. Çünki oksigen olsaydı, alüminium KO3 olacaqdı. Deməli, doğru cavab avtomatik olaraq çıxır Y variantı. 38-ci suala baxırıq. Temperatur və təzyiq necə dəyişmək lazımdır ki, hər iki halda tarazlıq C3H8-in əmələ gəlməsi istiqamətlidir. Yəni, hansı tərəfə?
sola tərəf yönəlmiş olsun. Sola tərəf yönəlmiş oldu dediyi üçün biz nə edək? Birinci, mənfi 2-dirsə də bunun əksi bu tərəfi müsbət 2-dür. Temperatur artanda mənfi 2-yə gedir, azalanda müsbət 2 tərəfə gedir. Deməli, temperaturu azaltmaq lazımdır. Temperaturu azaltmaq 2 variantda var. Bəs təzyiqi necədir? Təzyiq artanda tarazlıq həcmin az olduğu tərəfə gedir. Yəni, burada təzyiqi artırmaq lazımdır. 38-ci sualda deməli, doğru cavab olacaq B variantı. 39-cu sual. Amonium karbonatın termiki parçalanması. Amonium karbonat yazılır belə. NH4, 2, CO3. Parçaladıq alınır amonyak, karbon qazı və su. NH3, CO2 və su alınır. Və bu reaksiyamızı əmsallaşdırsaq, 2 azot var. Bura əmsalına 2 düşəcək. Gerisi də düzəlmiş oldu. Oksigen 3 dənədir, burada da 3-dür, doğrudur. İndi bunların kütlələri verilib. Bizdə kütlənin zamandan asılı qrafiki verildiyi üçün kütlələrini hesablayarıq. NH3-ün MR 17-dir, Chevron 34 ediləcək. Karbon qazı 44-dür, suyu da bilirik 18-dir. Deməli, ən böyük olan 44-dür. Bu deməli karbon qazıdır. Sonra Z sudur. Y-imiz isə nədir? NH3-dür. Burada isə bir yerinə qoyub cavablarla, variantlarla işləyərik. Deməli, birinci X plus Y, yəni CO2 ilə NH3 reaksiya edəndə karbamid alınır, plus su alınır. Bu birinci deməli doğrudur. İkinciyə baxırıq. X plus Z, yəni CO2 üstəgəl su, H2CO3 alınır, karbamid alınmır, bu səhvdir. X üstəgəl C alınır, CO. Yəni CO2 üstəgəlsin, C alınır, CO. Doğrudur. Y üstəgəl O2, yəni NH3 üstəgəl O2, NO və su alınır. Bu da doğrudur. Katalitik reaksiyadır. 39-da deməli 4-də doğru oldu. X üstəgəl oksigen alınır N2. X nə idi? CO2. Heç orada azot yoxdur ümumiyyətlə. Deməli səhvdir. Z üstəgəl su, yəni sudur. Suyun üzərinə natrium OH gəlir, məhlul alınır. Bu səhvdir. Belə bir reaksiya yoxdur. Doğru cavab oldu. Deməli 39-da A variantı 1, 3, 4. Aha. 39, sonra 40-cı suala baxırıq. 40-cı sualda konjuga olunmuş alkadiyenin ikinci nümayəndəsi. Deməli, konjuga olunmuş belə idi. 1, 2, 3. 2 qatlar bir-birinə bir qat vasitəsilə qoşulurdu. Bu olurdu konjuga olunmuş alkadiyen. Bu birinci nümayəndədir. İkinci nümayəndə dediyi üçün bir karbonu da artırarıq. Yəni 5 karbon var burada. 5 karbon var. Və bunun deyir nümayəndə molekulundakı karbon atomu sayından 2 dəfə çox, yəni 10 karbon. Karbon sayı 10 olan alkan yazacaq. C10 H neçə eləyəcək? 22. Doğru cavab. Hidrogen molekullarının sayını istədiyi üçün olacaq A variantı 22. 41-ci sual. Faizlə qatlıq verilibdir. Başlanğıc məhlulun qatlığı 25%. Həll olunmuş maddənin başlanğıc məhlulda kütləsi 40-dır. Deməli, onda elə birinci belə olacaq. 40 qram uyğun olacaq 25%-ə. X də uyğundur 100%-ə. Buradan X-i taparam. Eləcək 4 dəfə 5, 4 dəfə 5, 160 qram. Başlanğıc məhlula əlavə edilmiş həll olan maddənin kütləsi 40 qramdır. Yəni, bura 160 qram idi. 40 qramda yeni duz əlavə etdik. Oldu 200 qram məhlul. İndi həmin məhlulda nə qədər həll olan var? 40 qram duz var idi. 40 qram da əlavə etdik. Oldu 80 qram duz. Və yeni məhlulun faizini istədiyi üçün 80 bölünsün 200.
Çarpılsın 100. Bu deyiləcək 40%. Doğru cavab oldu. B variantı 41-ci sualdır. 42-ci sual. 3 dimetil penten 1'in bromla reaksiyasına alınan maddənin artıq miqdarı qələminin spirtdə məhlul ilə qızdırdıqda hansı birləşmə alınır? Aha. Belə bir səhifə açıram buradan. 42-ci sual. Deməli, 3 dimetil penten 1. Birinci penten 1 yazıram. 2, 3, 4, 5 karbon. Penten 1. 3'dən metil radikallar çıxardıram. Oldu 3 dimetil penten 1. Üzərinə brom gəlirik. Biz bilirik ki, brom gəldikdə brom bu pir abidəsi qırılır. Onun yerinə bromlar birləşir. Yəni belə olur. 4-5 karbondur yenə əsas zəncirdə. Bir brom bura birləşəcək. Bromun biri də bu bir tərəfə. Yəni 2 dənə brom birləşdi. Və bunun üzərinə qələminin spirtdə məhlulu kalium OH-ın spirtdə məhlulunu gəlir. Spirtdə məhlul gəldikdə isə biz bilirik ki, su alınır. Bir də bu 2 dənə bromlu dihalogenli teorem olduğu üçün bir də alkin alınacaq. Deməli, alınacaq belə bir birləşmə. Yenə metillər yerində. Burada 3 qat rabitə olacaq. Plus kalium bromid plus su olacaq. 2 mol, 2 mol. Deməli, oldu nə? 3 dimetil pentin 1 doğru cavab 42-ci sualda olacaq. Deməli, E variantı. Sonra 43-cü suala baxırıq. 43-cü sualımız belədir. Deməli, ikili spirtli oksidləşəndə biz bildik ki, alınır buradan keton. Yəni 1, 2, 3 karbon və burada oldu keton. Bizim molekula azalan nədir deyir. Aha. Azalanı istədiyi üçün baxacağıq. Deməli, birinci burada sigma rabitənin sayı doğrudur. Çünki burada pi rabitə əmələ gəldiyi üçün sigma rabitənin sayı azalacaq. Karbon atomu sayı dəyişmir. Elə 3-3-dür. İkinci karbon atomunun oksidləşmə dərəcəsi. Burada karbonun oksidləşmə dərəcəsi dəyişirmi? Xeyr. Karbon atomunun sp3 hibrid orbitallarının sayı. Bəli, bu dəyişir. Burada bu karbonda, yəni buradakı karbonların hamısı sp3'dür. Burada isə 2 karbon sp3'dür. Bir karbonumuz isə sp2'dir. Deməli, burada sp3 hibrid orbitalların sayı azalır. Azalanı istəyirdi bizdən 4 doğrudur. Birinci karbon atomunun oksidləşmə dərəcəsi. Aha, bu da dəyişmir. Hidrogen atom sayına baxaq. 3 dənə, 3 dənə. Deməli, hidrogen atomunun sayı yenə azaldı. Bu da 3, 3, 6, 8 dənə buradadır. Bu tərəfdə isə 6 dənə hidrogen atomunun sayı azalır. Deməli, birinci karbon atomunun oksidləşmə dərəcəsi dəyişmir. Çünki burada da CH3'dür, bu tərəfdə də CH3'dür. Avtomatik doğru cavab olur 1, 4, 6, 43-cü sualda doğru cavab deməli Y variantı. 44-cü suala baxırıq. Fosforun üstə nitrat turşusu gəlir və su gəlir. Burada biz bilirik ki, alınır H3PO4, yəni orta fosfat turşusu plus yəni alınır. Deməli, sonra H3PO4'ün də kalsium orta fosfatla reaksiyasını yazır. H3PO4 üzərinə gəl kalsium 3PO4 2. Aha, burada da qalınır kalsium dihidroorta fosfat. Kalsium H2PO4 2. Əmsalları da verib özü düz gəlir. 4 vəssalam. Fərqini hesabla deyir nəyin? Y çıxılsın X-in. Yaxşı, Mr. Y-ə bilirik ki, nədir? Kalsium H2PO4 2.
Bu y-imizdir. X-imiz isə oldu nə? MrX H3PO4'dür. Bu isə oldu 98. Bu neçə eləyəcək? Kalsium 40'dır. 40 üzərinə gəlsin. 194. 97 edir. 2'ye də vuranda 194. Bu da eləyəcək. Toplayanda 234. Demək 234 çıxılsın 98 fərqini istəyirdi də bizdən, elə deyil? Eləcək 236. Doğru cavab deməli olacaq Y variantı 44-cü sualda. Keçdik 45-ci suala. 45-ci sual belədir. Yalnız oksidləşdirici, yalnız reduks edici, həm oksidləşdirici, həm reduks edici. Aha, deməli biz bilirik ki, elementin ən kiçik oksidləşmə dərəcəsi reduks edici olur, yalnız reduks edici. Ən böyüyü yalnız oksidləşdirici olur. Ortada olanda isə həm oksidləşdirici, həm reduks edici olur. İndi kalsium sıfırdır, bu müsbət 2 ola bilir, deməli yalnız oksidləşdiricidir, səhvdir. Kalsium 2 müsbət ola bilər, natrium müsbət ola bilər, oksigen 0 səhv. Aha. Keçək, yalnız reduks edicidir. Flor ən kiçiyi mənfidir, düzdür, ola bilər. Kaliumun ən kiçiyi 0'dır, bu da ola bilər. Kükürdün ən kiçiyi -2'dir, bu da ola bilər, yalnız reduks edici. Bu isə Z'də isə həm oksidləşdirici, həm reduks edicidir. Flor 0'dır, 0'dan yalnız mənfiyə gedir. Flor müsbətə doğru getmir. Ona görə bu olmadı. Kükürt 0'dır. Kükürt 0'dan müsbətə də gedə bilər, mənfiyə də gedə bilər. Deməli, doğru cavab olacaq C variantı 45-ci sualda. Keçdik 46-cı suala. Amonium xloridin üstə natrium OH gəlir. Burada natrium xlorid üz amonyak və su alınırdı. Sonradan oksigenlə reaksiya getdiyi üçün, deməli bu X-imiz amonyak imiş. Amonyakın oksigenlə reaksiyası katalitik olanda NO alınır. Deməli Y-imiz NO-dur. NO-nun oksigenlə reaksiyasından isə NO2 alınır. Deməli doğru cavab olacaq Z-i müəyyən edin deyir. Y variantı NO2 46-cı sualdır. 47-ci sual. Hansısa bir X verilib. 26 protonu var. Elektronu isə 24'dür. 24 elektronu olduğu üçün bunun yükü 2 müsbət ionudur. Bir elektron verdikdə deyir. Bir elektron da versək, bunun yükü olacaq X 3 müsbət. Çünki bir dənə də daha elektron itirmiş oldu. Doğru cavab olur 47'də B variantı. 47-ci sual. 48-ci sual. 48'də nisbətən həll tələb eləyəndir. Hidroz mövzusunun sualıdır. Sual belədir. 48-ci sual. Ferium mesodu tuzunun hidrolizinin qısa ion tənliyini göstərindir. Yaxşı. Deməli, birinci ferium SO4 plus hidroliz deyirsə, üzərinə su gəlirik. Bu zaman bu duz zəif əsas qüvvətli turşudan əmələ gəldiyi üçün ortada əsası duz alınırdı. Alınacaq deməli ferium OH SO4 və burada ferium 2 valentli olduğu üçün ferium OH-ı mötərizəyə alıb indeksinə 2 yazmalıyıq. Ferium OH 2 SO4 plus H2SO4. Bu oldu deməli molekulyar tənlik. Və əmsallaşdırsaq bura 2 düşəcək. OH suyun əmsalına 2 düşəcək. Və salam. Əmsalı düzəlmiş oldu. Sonra bu reaksiyanın
iyon tənliyini yazarıq. Tam iyon tənliyini bu şəkildə olacaq. 2 dəmir, 2 müsbət iyonu, 2 SO4, 2 mənfi iyonu. Su bilirik ki, zəif elektrod sayılır, iyonlara ayrılmır. Burada 2 dənə dəmir OH müsbət iyonu və SO4 2 mənfi iyonu, 2 hidrogen müsbət iyonu və SO4 2 mənfi iyonu. Bu da oldu tam iyon tənliyi. Eyni olan iyonları ixtisar eləyirik. Qısa iyon tənliyini almaq üçün SO4 gedir. Buradan da 2 dənə SO4 iyonu gedir. Yerdə qalır. Deməli 2 dəmir müsbət iyonu, 2 su, 2 dəmir 1 hidroksid iyonu və 2 hidrogen müsbət iyonu. Əgər əmsallar eynidirsə, bunları ixtisar eləyə bilərik. İkilər ixtisar gedir. Deməli qalır hansı variant? Yalnız 2 D variantı 48-ci sualın cavabı olur. 49-cu suala baxırıq. 49-da yenə radikallar veribdir. Hansı radikallardır? İzopropil, ikili butil, izobutil. Asimetrik karbon atomunun olub olmamasını soruşurdu. Deməli, belə yazarıq yenə. 49-cu sualdır. Deməli, izopropil deyir. İzopropil bilirik ki, belə yazılır. 2 dənə izopropil radikalın birləşməsidir. Yenə deməli, birini də birləşdirərik bu şəkildə. Burada asimetrik karbon atomu varmı? Yoxdur. Biz bilirik ki, asimetrik karbon odur ki, karbona 4 müxtəlif radikal birləşsin. Burada isə bu karbona 3 dənə hidrogen birləşir. Bu karbona metil birləşib 2 dənə. Deməli, bunun asimetrik karbonu yoxdur. İkinci, ikili butil radikalı. İkili butil, yəni 4 dənə karbondur və ikincisindən radikal çıxmış olur. Bunun ikisini birləşdirək. 2 dənə ikili butili birləşdiribdir. Və burada asimetrik karbon varmı? Buna 3 hidrogen birləşir, deməli yoxdur. Bura 2 hidrogen birləşir, deməli yoxdur. Bu karbon asimetrik sayılacaq. Çünki buna hidrogen birləşir, metil birləşir, etil birləşir və bir dənə də bu radikal birləşir. Deməli, burada asimetrik karbon var. Üçüncü isə deməli nədir? İzobutil radikalıdır. İzobutil belədir. Bu izobutildir. 2 dənə izobutilin birləşməsini yazırıq. Bu 2 dənə izobutildir. Buna 3 hidrogen birləşib asimetrik deyil. Bura 2 dənə metil birləşib asimetrik deyil. Bu karbon CH2 deyil. Deməli, bunun asimetrik karbon atomu yoxdur. Bizdən də asimetrik olmadığını istəyir. Asimetrik olmayan deməli hansılar oldu? X və Z, yəni 1 və 3. Doğru cavab 49-cu sualda olacaq. D variantı 1-3. 50-ci suala baxırıq. 50-ci sual polimetil metakrilatdır, yəni üzvü şüşədə deyildi buna. Üzvü şüşə. Polimerləşmə reaksiyası ilə alınır. Bəli, çünki orada doymamış pir abidəsi var, qırılır. Polikondensləşmə reaksiyasından alınır, səhvdir. Polipropilen adlanır, səhvdir. Polimetil metakrilat adlanır, düzdür. Divinil qazıq adlanır, səhvdir. Doğruları istəyirdi, deməli 1 doğrudur, 4 doğrudur. 50-ci sualda cavab olur, deməli D variantı. 51-ci suala baxırıq. 51. Maqnezium nitratın və 81 qram maqneziumdan ibarət qarışıq qapalı qabda oksigen mühitində tam közətdilər. Reaksiyanın sonunda alınan bərk qalın kütləsi başlanğıc qarışığın kütləsinə bərabər olur. Başlanğıc qarışıqda neçə qram maqnezium nitrat olmuşdur? Deməli, birinci, biz maqneziumun oksigenlə reaksiyasını yazarıq.
Maqnezyum plus oksigen qazı. Alınır maqnezyum oksid. Əmsallaşdırarıq. Maqnezyum kütləsi 24-dür, ayırı 48 eləyəcək. Bizə verilən isə 81 qramdır. Görək 81 qramından nə qədər oksigen reaksiyaya daxil olur. X bərabərdir. 81 vur 32 bölünsün 48. 32 48 ixtisar getdi. Deməli 54 qram. Deməli 54 qram bərk nümunənin kütləsi bu reaksiyada artır. 54 qram artır bərk nümunənin kütləsi. Sonra deyir ki, maqnezyum nitratın həm də parçalanması baş verir də bu reaksiyada. Deməli, maqnezyum nitrat parçalanır. Maqnezyum nitrat parçalandıqda alınır nə? Maqnezyum oksid, NO2 və O2 qazı alınırdı. Və bunu əmsallaşdırsaq reaksiyanı 2 dənə azot olduğu üçün yazsaq oksigen sakitə 3 6 4 düz gəlmədi. Deməli bura 2 atsaq hamısına 2 ataq. Burada 4 atsaq düzələcək. Deməli reaksiyamız bu yöndədir. Bunların kütlələri verilibdir. NO2 46-dır. 4-ə vuracağıq. 4 və 46. Oksigen də 32-dir. Yəni biz bilirik ki, burada kütlənin azalma səbəbi bunlardır. Çünki bunlar qaz olduğu üçün uçurlar. Bura kütləsi nə qədər eləyir? 4 və 46, 130, 84, 32, 216. 216 qram. 216 qram azalıb. Bizə deyir ki, bərk nümunənin kütləsi başlanğıc qarşının kütləsinə bərabər olur. Yəni kütlə dəyişmir. Deməli onda 54 qram artım var isə 54 qramda nə olacaq? Azalma baş vermiş olacaq. Maqnezyum nitratın kütləsi neçədir? 148. 2-yə də vurduqda nə eləyəcək? 296. Buradan maqnezyum nitratın kütləsini taparam. X də bərabər olar neçə? Demək 296 qram daxil olduqda 216 qram azalma baş verirsə, X-də də 54 eləyəcək. X də bərabər olar 74. Doğru cavab, yəni C variantı. 52-ci suala baxırıq. 52-ci sual belədir. Deməli, hansı qraf kükürdün qatı nitratlar reaksiyası verilir? Deməli, birinci kükürd plus qatı nitrat reaksiyasını yazmalıyıq. Kükürd üzərinə gəlsin HNO3. HNO3 alınır. Deməli, bu reaksiyadan H2SO4 alınır. Sulfatın nitratın qatısıdır. Plus NO alınır. NO2 alınır və su alınır. NO2 və su. Reaksiyamız budur. Əmsallaşdırsaq, kükürd 0-dan müsbət 6-ya gəlir. Deməli, nitratın əmsalına 6 düşəcək. Azot da müsbət 5-dən müsbət 4-ə gəlibdir. Deməli, burada da 1 düşəcək. Belə, sulfatın əmsalı 1. 6 dənə azot olduğu üçün NO2-nin əmsalına 6 yazacaq. Suyun da əmsalına neçə düşəcək? 2 düşəcək. Çünki 2 dəyəcək burada var. Reaksiyamız əmsallaşdı. 8 qram kükürd deyir. Demək, kükürdün aşağısına yazırıq 32, yuxarısına yazırıq 8 qram. Reaksiyadan NO2-nin molunu verdiyi üçün NO2 molunu ifadə edirəm. Bura 6 moldur. 32-yə 6-dırsa da 8-ə x qədər. X bərabər olacaq. Deməli, 4 dəfə kiçik, 4 dəfə kiçik, 1,5 mol. Deməli, bu doğrudur. Birinci doğru cavabdır. İkincisinə baxırıq. Sulfatın molunu deyir. 32 qramından 1 moldursa 8-ə x bu da eləyəcək 0,25 mol. Bu isə səhvdir. Burada 1 mol verir.
Suyun molunu 0,5 mol, 32-yə 2 moldursa 8-ə x-dir, x bərabərdir 4 dəfə kiçik, 4 dəfə kiçik 0,5 mol eləyir. Doğrudur. Deməli, doğru cavab oldu hansı? 1 və 3 bizdən də doğruyu soruşurdu. 1 və 3 o 52-ci sualda cavab deməli A variantı olacaq. Keçdik 53-cü suala. 53-cü sualımız belədir. Deməli, C2H4 ilə CH4-ün qarşılığı verilibdir. C2H4 bir də CH4. 4 moldur bu qarışıqdan. 4 mol. Bunların deyil qarşılıqda karbon kütləsi 72 qramdır. Aha. Bir buna bir x deyək, buna da bir y deyək. Çünki molları bilmirik, elə onu soruşur bizdən. Amma x plus y-in cəmini verir neçədir? 4 mol. Burada nə qədər karbon var? Karbon kütləsi 12 olduğu üçün 24x. Burada nə qədər karbon var? 12y. Bunların da cəmi neçəyə bərabərdir? 72. Onda bir dənə də tənlik yazaram. 24x üstəgəl 12y bərabərdir 72-yə. Biz sistem tənliyi aldıq. Bu ifadəni mənfi 12-yə vururam. Bu eləcə mənfi 12x üstəgəl yox, çıxılsın 12y bərabərdir mənfi 48-ə. Burada da 24x üstəgəl 12y bərabərdir 72-yə. Yenə tərəf-tərəfə toplasaq, burada qalacaq 12x bərabərdir 72-dən də 48 çıxanda 24. X bərabərdir 2-yə. Deməli, 2 mol budursa, 2 mol da CH4-dür. Bizdən Y soruşurdu. Deməli, qarşıdakı neçə mol metan var? 2 mol doğru cavab olacaq. Y bərabərdir 2 mol. 53-cü sual idi bu. 54-cü suala baxırıq. 54-də. Deməli, alkandır, doymuş aldehiddir, bir də doymuş ketondur. Bu ikisi bir-birinə izomerdir. Ketonun reduksiya məhsulu butanol 2-dir. Aha. Keton yazarıq, 4 karbondur, butanol dediyi üçün. Keton, butanol 2. Bunu reduksiya etdikdə alınır butanol 2. Vəssalam. Deməli, butanol 2 aldığı üçün bu deməli bildik ki, ketonumuz butanol 2 imiş. Yəni, burada neçə karbon var? Karbon sayı soruşduğu üçün 4 karbon. Doymuş aldehiddir. Aldehidlə də keton izomer olduğu üçün deməli aldehiddə də neçə karbon olacaq? 4 dənə. Bəs alkanda? Bunların emerləri eynidir. Emeri eyni olduğu üçün bunun molekul kütləsini yazarım. Deməli, ketonun emer, butanon bərabər olacaq neçəyə? 4 karbon var. 4 vur 12. 48 üstə gəlsin. 16 üstə gəlsin. 3, 3, 6 işte bu 8. Qısaca bərabər oldu neçəyə? 72. Deməli, butanonun kütləsi 72-dir. İndi eyni alkanın kütləsi də bundan eyni olmalıdır. Çünki kütlələri bir-birinə bərabərdir demişik. C alkanın düsturu CnH2n plus 2 olduğu üçün 14n plus 2 bərabərdir 72-yə. 14n bərabərdir 70, n də bərabərdir 5-ə. Yəni, 5 dənə də karbon burada var. Bizdən cəmi karbonları soruşduğu üçün 4 plus 4 plus 5 bərabərdir 13 doğru cavab olacaq. Deməli, 54-cü sualda 13. Keçdik 55-ci suala. 55-də sxem üzrə gedən reaksiya üçün hansı ifadələr doğrudur? Tamam, bu reaksiyada deməli nə alınır? Mis, azot, bir də su alınır. Aha, 55-ci sualda. Mis, azot, su alınır. Mis müsbət 2-dən 0-a gəlir, deməli, amoniakın əmsalındakı düşəcək.
Azot isə -3-dən 0-a gəlibdir. 3 eləyir, 3-də misin əmsalına düşəcək. Reaksiyanı əmsallaşdıraq. Suyun əmsalı olacaq. 2 3 6-dır. 3 düşəcək suyun əmsalına. Bəsit maddə alınırmı? Bəli, alınır. Mis alınır, azot alınır. Azotun valentliyi dəyişirmi? Xeyr, amoniyakda da 3 valentlidir, azot qazındadır. Reaksiya məhsullarından biri adi şəraitdə bərk aqreqat haldadır. Mis bərkdir, doğrudur. Oksidləşdirici və oksidləşmə məhsullarının əmsalları cəmi 4-dür. Oksidləşdirici deməli burada misdir 3-dür. Oksidləşmə məhsulu isə azotun əmsalı 1-dir, 3 + 1 4 edir. Bu da doğrudur. Azotun sənaye alınması oldu, səhvdir. Laboratoriya alınması oldu, bu səhv oldu. 55-də deməli doğru cavab olur. 1 3 4 1 3 4 55-ci sualda 1 3 4 doğru cavab. 56-cı sual. Xlorun oksigenli turşuları birləşmədə xlorun oksidləşmə dərəcəsi. Xlorun oksigenli turşuları 4 dənədir, elə 4-ünü də verirdi burada. Deməli belə idi. H-xlor O, H-xlor O2, H-xlor O3, bir də H-xlor O4. Burada -1, müsbət 1-dir. Burada müsbət 3-dür. Burada müsbət 5-dir. Burada da müsbət 7-dir. İndi B böyükdür, A böyükdür, C, D böyükdür, C belə verirdi. Deməli B buradadır, A buradadır, D buradadır, C də buradadır. Bizdən də X və Z molekullarında olan atomların sayları cəmini tapdır. X-ə uyğundur deməli nə? A. Bu X-ə uyğundur. Z-ə nə uyğundur? C. Z-də C-dədir. Burada nə qədərdir atomun sayı? 3-dür. Burada nə qədərdir atomun sayı? 5-dir. 3 + 5 bərabər neçəyə? 8 atomların cəmini istəyirdi. Doğru cavab deməli nə oldu? 8. 56-cı sualda. 57-ci suala baxırıq. 57-ci sualda isə uyğunluğu müəyyən etdir. Birincidə alınır dəmir xloru 3. Yəni müsbət 3-ə gəldi. 0-dan müsbət 3-ə gələn bura uyğundur deməli A. Burada alınır dəmir plus sink SO4 2. Dəmir yəni müsbət 2-dən gəlir dəmir 0-a. Müsbət 2-dən 0-a gələn yoxdur. Deməli bu B heç birinə aid olmayacaq. Yox, var. İkinciyə aiddir B. İkinciyə aiddir B. Üçüncüdə dəmir 2OH plus SO2 alınır. Yəni burada dəmir müsbət 2-dir. Gəlir burada dəmir müsbət 3-ə, 2-dən 3-ə gedən birinciyə aiddir. Burada alınır dəmir sulfatın duru su ilə reaksiyada 2 valentlidir. Dəmir 2 sulfatı alınır. Plus hidrogen qazı. Dəmir 0-dan müsbət 2-yə gəlib. Bu heç birinə aid deyil. Dəmir nitratın durusu ilə də qatısı ilə 3 valentlidir. Dəmir burada gəlir, dəmir 3 nitrata. Deməli 0-dan müsbət 3-ə gəlibdir. Burada aiddir Y. Deməli 1-ə C, 2-yə B, 3-ə AY aid oldu. 57-ci sual. 58-ci suala keçirik. 58-də situasiya tiplidir. Sınaq şüşəsində dəmir qırıntılarını xlor turşusunda tam həll edir şagird. Birinci reaksiya. Deməli biz birinci reaksiya yazırıq. Dəmir üzərinə gəlsin xlorid turşusu H-xlor. Alınır dəmir xlor 2 plus H2. Reaksiyamız budur. Buradan da deməli H-xlor 2 dənə də əmsalına 2 atacaq. Sonra ikinci reaksiya nədir? Alınan məhlulun üzərinə müəyyən qədər natrium OH məhlulu əlavə etdi. Yaşılımtıl rəngli çöküntü əmələ gəlir. İkinci reaksiya. Bu birinci reaksiya idi. İkinci reaksiya dəmir xlor 2 üzərinə natrium OH əlavə edir və alınır dəmir OH2 plus natrium xlor. Bu ikinci reaksiyadır. Bu yaşıl çöküntüdür, yaşıl.
Üçüncü reaksiya. Zaman keçdikcə yaşıl çöküntü havada tədricən çevrilir, qonurlaşır. Yəni dəmir OH2 üzərinə O2 və su gəlsək, olur dəmir OH3. Yəni qonur rəngli çöküntü. İndi bizdən bu üç reaksiyanı verilir və soruşur nə? Birinci sual situasiyadır. 36 qram yaşıltı rəngli çöküntünün əmələ gəlməsinə sərf olunan 40% natrium OH məhlulunun kütləsini və qonur rəngli birləşmənin formunu. Aha. Deməli, 58-ci situasiyada belə yazacağıq. Birinci reaksiyanı yazarıq. Dəmir xlor 2 üzərinə gəlsin natrium OH. Alınır dəmir OH2 plus natrium xlor. Aha. Sərf olunan 40%li natrium OH məhlulunun kütləsini tapdıq. Bunun kütləsi yazırıq. Dəmir xlor 2 nömrə eləyəcək neçə? 36 qram yaşımtıl rəng çöküntü. Yaşımtıl çöküntü budur. Bu nömrə eləyəcək. Dəmir 56-dır. Üstə də 34 gələndə 56 üstə gəl 34 90. Natrium OH-ın da ayırı 40-da 2-yə də vurur. Emeri 40-da 2-yə vuranda 80. Nə qədər alınıbdır bundan? 36 qram. Burada nə lazım olacaq? X qədər. X bərabərdir. Neçə olar? 360 olsaydı 4 dəfə böyük olardı. 32 qram. Deməli, 32 qram natrium OH lazımdır. Bu 32 qram sadəcə olaraq burada neçə faizə uyğundur? 40%. X-də uyğun olacaq 100%. X tapsaq buradan eləyəcək 4 dəfə 40%. Yox, 40% eləmir. Neçədir? 80 qram. Deməli, olacaq 80 qram. Birincisi deməli oldu 80 qram. İkincisi də qonur rəngli birləşmənin formulda bayaq yazmışdıq. Yenə yazaq. Dəmir OH 3. Bu da ikincisi olacaq. 80-ci sualım. Aha. 80 birinci nədir? 80-ci nədir? 58-ci sualın birincisi 80 qram, ikincisi isə dəmir OH3 oldu. 59 cavab vərəqində verildiyi üçün buna baxa bilmirik. 60-cı suala baxaq. 60-cı sual belədir. Yenə yaşımtıl rəng çöküntünün qonurlaşması prosesini göstərdiyi üçün 60-ı belə yazarıq. Deməli, dəmir OH2 üzərinə gəlirəm O2 və su. Alınır dəmir OH3. Reaksiyamızı əmsallaşdırırıq. Deməli, 4 2 mol su, 4 molda bu alınan maddə olur. Reaksiya belədir. İndi dəyişməsi verilibdir bu da qrafikdə. Yaşımtıl çöküntü 36-dan 18-ə düşübdür. Yəni, qrafikin birincisində. Yəni 18 qram dəmir OH2 reaksiyaya daxil olub. Dəmir OH2 bayaq tapmışdıq 90. 4 vur 90. 36-dan 18 çıxsa 18 qram daxil olubdur. Nə qədər dəmir OH3 alınır? 4 vurulsun 100 17 var çox 107. Burada deyiləcək X. Yox, burada nə vermişdi bizə? Bunu Y veribdir. Y tapmağımız istəyir. Y qədər. Y bərabər olacaq neçəyə? 4-də gedər. 107 vur 18 bölünsün 90. Eləcək 21,4 qram. Y tapdıq 21,4 qram. Sonra X istəyir. X və Y-in qiymətlərini hesablayır. Bu dəfə də yenə təkrar bu reaksiyanı yazıram. Dəmir OH2 plus O2 plus 2 mol su alınır dəmir OH3. Əmsalı burada 4-dür. Burada da əmsal yenə 4 idi. Yerinə qoyaq yenə 4 vur 90. Buradan da alınırdı 4 vur 107. Bu dəfə tərsini verir. Nəyi verir? Dəmir OH3 verir 32,1. Yazıram 32,1 qram. Nə qədər dəmir OH2 lazımdır onu tapaq. Buraya yazaq bir X. Çünki burada da X ilə ifadə edilibdir.
X-imiz bərabər olacaq nəyə? 4-lər ixtisar gedir. 90 vur 32,1 bölü 107 eləyəcək neçə? İxtisar gedir. Qaldı deməli 27. X-i tapdıq. 27. Yaxşı, bəs bizdən X-i tapmadıq əslində. Burada bir A deyək də buna. A-nı tapdıq 27. Bizdən X istədiyi üçün əvvəl 36 idi axı. 36 çıxılsın 27 bizə bir X versin. 36 çıx 27 qalacaq neçə? 9 qram. Deməli X-imiz 9 elədi, Y-imiz də 21,4 elədi. Bu qiymətlərini tapın deyirdi. 60-cı sualın cavabı 9. X-imiz 9, Y-imiz isə 21,4 elədi. Çox sağ olun diqqətiniz üçün. Bəyənib takib eləməyi unutmayaq. Sağ olun.